Ən çox qarşılaşdığımız suallardan biri də osvetleniya zamanı saç nədən yanır? İki səbəbdən saç yana bilir. Biri osvetleniya zamanı istifadə olunan oksidantın faiz dərəcəsinin yüksək olmasından, ikincisi isə vaxtın düzgün tənzimlənməməsindən. Saça osvetleniya qoyduğumuz zaman, əgər onun lazım olan vaxtdan artıq müddətdə saxlayarıqsa, bu zaman saçda yanmalar olur. Bəs bu problemi aradan necə qaldırmaq olar? İndi oldu deyək ki, hardasa saç elətdirdiniz və yandırdınız. Bunu aradan qaldırmaq üçün təbii ki, %100 geri dönüş mümkün deyil. Amma müəyyən dərəcədə 50-60%-ə qədər bu yanığı bərpa eləmək olur. Bunun üçün də xüsusi baxım vasitələri var. Bizdə də bu baxım vasitələri var. Təbii ki, bunlardan istifadə edirik və sizə yüksək dərəcədə keyfiyyətli iş təqdim edirik.